Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə koordinat sistemi mövzusundan 9-cu sinif imtahanına düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda bizdə nöqtələr verib, bu nöqtələr arasındakı məsafəni istəyir. İki nöqtə arasında məsafə düsturu nə idi? Kök altında x2 çıx x1-in kvadratı üstəgəl y2 çıx y1-in kvadratı. Buradan da AB bərabər olar x1-im 1, y1-im 0, x2-im -7, y2-im 6. Yerinə qoysaq, kök altında -7 çıx 1-in kvadratı üstəgəl 6 çıx 0-ın kvadratı. Bu da bərabərdir. Kök altında -7 çıx -1 eləyər -8 kvadratı üstəgəl 6-nın kvadratı. Bu da bizə verəcək kök altında 64 üstəgəl 36. Bu da verər kök altında 100. Buradan da 10 çıxar. Cavab B variantı. Baxaq ikinci suala. A -2,7 nöqtəsi ilə OX oxuna nəzərən simmetrik olan nöqtənin koordinatlarını tapın. Demişdik, hansı oxa nəzərən simmetrik deyirsə, həmin ox qalır, x qalır, y əksinə dəyişir. Yəni digəri əksinə dəyişəcək. OX oxuna nəzərən simmetrik deyirsə, x-im qalacaq, y-im əksinə dəyişər. -2, -7. D variantı bu hissəsi dəyişir. 3-də nöqtələr arasındakı məsafəni tapın. Burada diqqətli olaq. Baxın, uşaqlar nədə çaşır? Elə bilir ki, -2x 7y-dir. Yox, burada y yoxdur, sadəcə x var. 1 var. Lap elə ədəd oxu ilə göstərim sizə. Yəni bu koordinat sistemi deyəndə ədəd oxudur. İkili koordinat deyil. -2,7 buradadır. -7,8 buradadır. -2,7 də buradadır. -7,8 kiçikdir deyə soldadır. Bunların arasındakı məsafəni istəyir. Məsafəni də tapmaq üçün nə edərik? Bunları çıxarıq. Gəlin -2,7-dən çıxaq -7,8-i el yerinə -2,7 plus 7,8. Yəni 7,8-dən 2,7-ni çıxanda nə verəcək bizə? 5,1. 5,1 cavab Y variantı. Onsuz burada birdən cavabı mənfidə tapsanız, məsafə heç vaxt mənfi olmaz, müsbəti götürməlisiniz. 4-cü suala baxaq. Ədəd oxu üzərində nöqtələr arasındakı məsafənin 5 mislini tapın. 5 mislini tapaq. Deməli, yenə 2 nöqtədir ya. Daha doğrusu, yəni bu 2 nöqtənin bir koordinatları var. X-i var ancaq, Y-i yoxdur. Ona görə nə edərəm? Bunların fərqini taparam. -2,8-dən çıxaram 5,9-u. Bu da eləyər -2,8 üstəgəl 5,9. Bu da eləyər böyükdən kiçik çıxsam, böyüyün işarəsini qoysam 3,1. 3,1-i də vuracam 5-ə. Bunun da 5 mislini istəyir. 15,5. Cavab B variantı. 5-ci sualda variantları düzəldim. Məsafə mənfi olmaz. Ədəd oxu üzərində nöqtələr arasındakı məsafə, yəni bu nöqtə ilə bu nöqtənin arasındakı məsafə elə ən rahat 7,3-dən 2 çıxın. Hər ikisi mənfidir də. 5,3. Y variantı amma müsbət. Yəni fərq eləmir. Siz bunu modulda yazdınız. x2 çıx x1. Çünki burada düstur budur da. Y yoxdur. Yazacağım ancaq x2 çıx x1-in kvadratı. Burada da kvadratla kök gedər, modula düşər. Modulda x2 çıx x1. Yəni bunlar çıxıb, sadəcə fərqini tapırıq. Axırda da cavabı müsbət götürməliyik. 6-da nöqtələri arasındakı məsafə. Artıq bu iki nöqtə arasında məsafə düsturudur. Çünki bunun həm x-i var, həm y-i. Bu nöqtəli vergüllə ayrılıb. Amma bayaqçılar sadəcə vergüldür. Yəni onluq kəsirlər idi onlar. 6-cı sualda bizə deyir nöqtələr arasındakı məsafəni tapın. Biz bilirik iki nöqtə arasındakı məsafə düsturu burada da yazmışdıq. x2 çıx x1-in kvadratı üstəgəl y2 çıx y1-in kvadratıdır. AB bərabərdir kök altında. Getdik. Bu mənim x1-im, y1-im, x2-im, y2-im. Deməli, x2 çıx x1. -3 çıx -8-in kvadratı üstəgəl 5 çıx 4-ün kvadratı. Bu da eləyəcək. Bərabərdir. Kök altında -3 çıx -8 bizə verəcək. Bu hissəsini belə gedim. Baxın, -3 mənfi nə olar? +8. 5 çıx 4-də onsuz 1-dir. -3 ilə də 8-i toplasaq nə verəcək? Yəni biz tapdıq ki, mötərizə bizə 5 verəcək. AB də bərabərdir. Baxın, -3 çıx -8 eləyəcək. -3 üstəgəl 8, mənfi müsbət. -3 üstəgəl 8 də bizə 5 verər. 5-in kvadratı üstəgəl 1-in kvadratı.
Bunu da hesablasam, kök altında 26. C variantı. 7-ci suala baxsaq, nöqtələr arasındakı məsafənin 3 misilini tapın. Yenə eyni düsturdur. X birim, Y birim, X 2, Y 2. AB bərabərdir kök altında 5 çıx 2-nin kvadratı üstəgəl 11 çıx 7-nin kvadratı. Bu da eləyər kök altında 5 çıx 2 3. 3-ün kvadratı üstəgəl 11 çıx 7 4-ün kvadratı bərabərdir. 3-ün kvadratı 9, üstünə 16 bizə verəcək 25. AB də bərabər olar 5-ə. 3 misilini istəyir deyə 3 vur 5 olar 15. Cavab Y variantı. Baxaq 8-ci suala. ABCD kvadratının təpə nöqtələri koordinatları A-nı, C-ni, D-ni veribsə, B-nin koordinatlarını tapın, gəlin tapaq. Deməli, birinci bunun üçün koordinat sistemi çəkək ki, rahat bu sualı görək. Deməli, bizdə hansı sual? 8-ci sualdır bu. 8-də A-nın koordinatını qeyd edək. 4, 1. X-i 4, Y-i 1. Yazıram bura. 4. Y-i isə 1. 1. Yəni, bunların kəsişmə nöqtəsi. Bu mənim A. Nöqtəmin koordinatları. Keçdik C-yə. C-nin koordinatları 2, -1. 2, X-i 2. X-i 2. Gəlib təqribi düşsün bura. Dəqiqə. 2, -1. Buradan gedək aşağı. -1 də olsun burada. Bura mənim C-min koordinatları. Biraz zoom edirəm. Sonra keçirəm D-nin koordinatları. D-nin koordinatları nədir? Yenə 2, 2 müsbət 1. Burada oldu D-nin koordinatları. Heç nə, burada qrafik olsun. Yəni, qrafikdə kvadratı çəksəz cavabımız hazırdır. Baxın. Bu qədər. Burada bizim B nöqtəmizdir. B nöqtəmizin koordinatlarını mən artıq görürəm. X-i 4-dür, X-i 4-dür, Y-i də -1. Yəni, burada heç nə eləməyə ehtiyac yoxdur. Cavab özü çıxacaq. B nöqtəsinin koordinatlarını tapın. Tapdıq nədir? 4 ilə -1. Bu qədər bəsit. 9-cu sualda deyir ki, A, B nöqtələri O-Y oxuna paralel olan düz xəttin üzərindədirsə, A-nı tapın. Gəlin tapaq. Baxın, bu da qəşəng sualdır. A nöqtəm 7, 3. B nöqtəm A, -2. Bunu sizə çəkib göstərəcəm. Əslində, sadə sualdır. Burada, deməli, A-nı birinci koordinat sistemində göstərək. A-nı koordinat sistemində göstərsəm, bura Y oxu, bura X oxu. 7, 3. X-im 7-dir, Y-im isə 3. Bura mənim A nöqtəm. Düzdürmü? Deyir ki, A və B nöqtələri O-Y oxuna paralel olan düz xəttin üzərindədirsə. Bu mənim O-Y oxum. A bunun üzərindədir axı. A deyir ki, O-Y oxuna paralel olan bir düz xəttin üzərindədir. Onda A-nın üzərindən keçən O-Y-ə paralel bir düz xətt çəkdim. Baxın. A nöqtəsindən keçən Y oxuna paralel olan bir düz xətt çəkdim və bizə deyir ki, B də bu oxun üzərindədir. B nöqtələri O-Y oxuna paralel olan düz xəttin üzərindədir. Yəni, B də bunun üzərindədir. B-nin baxıram ki, mənim də Y koordinatı var. Y koordinatını qeyd edirəm -2. Y koordinatı -2-dir. Bu qırmızı düz xəttin üzərində olması üçün bunun da elə X koordinatı olmalıdır neçə? 7. Çünki paraleldir axı, oradan 7-dən keçməlidir. Onda B-nin koordinatlarını da tapdıq neçə? 7 -2. Bizdən də A-nı tapın deyir, oldu -7. C variant. Baxışın -7 yox, müsbət 7. B variantı. Yəni 7-lər eynidir də burada bu düz xəttin üzərində olması üçün. 9-dan sonra baxaq 10-cu suala. Müstəvisində orta nöqtə absis oxunun müsbət yarım oxu üzərində yerləşərsə, K-nı tapın. Demək, A və B müstəvisində orta nöqtə. Biz indi nə edəcəyik? A ilə B-nin ortasını tapacağıq. Orta nöqtənin koordinatlarını necə tapırdıq? Toplayıb 2-yə bölməklə. Yəni, X1 ilə X2-ni toplayıb ortasının X-ini tapmaq istəyəndə X1 üstəyəl X2 bölü 2 yazırdıq. Ortasının Y-ini tapmaq istəyəndə yazırdıq Y1 üstəyəl Y2 böl 2. Yəni, belə eləyək. Buradan gedək. Bunun X-i 6K çıx K kvadratı. Y K kvadratı. Bunda
6k çıx 32. Deməli x2, burada da y2 mi olacaq? 10 çıx 7k. Müstəvisində orta nöqtə absis oxunun müsbət istiqamətində. Absis oxunun müsbət yarım oxu üzərində yerləşərsə, getdik. Birinci neyini? Bunun ortasını tapaq. Ortasını tapmaq üçün toplayaq. 6k çıx k kvadratı üstə gəl 6k çıx 32 bölü 2. Bunu da biraz sərgiyə salsam olacaq nə? Mənfi k kvadratı üstə gəl 12k çıx 32 bölünsün 2. Bu mənim oldu x-im. Keçdik y-ə. Y-də olacaq k kvadratı y1-dən y2. Bu bunun y1-i, bu da bunun y2-si. Bu da y2-si. K kvadratı üstə gəl 10 çıx 7k bölü 2. Bunu da bir balaca sərgiyə salsaq, k kvadratı çıx 7k üstə gəl 10 bölü 2 olacaq. Bizlə deyir ki, müstəvisin müstəvisində orta nöqtə absis oxunun müsbət yarımoxu üzərindədir. Yəni absisin üzərindədir. Biz demişik absisin üzərindədirsə, özdə absisin müsbətində. Absisin üzərindədirsə y nə olacaq? 0. Heç də bunun y-in 0-a bərabər eləyərəm. K kvadratı çıx 7k üstə gəl 10 böl 2 bərabər 0-a. Onda k kvadratı çıx 7k üstə gəl 10 0-dırsa, yəni hər tərəfi 2-yə vuraram, sürət 0-a bərabər olar. K1 üstəyəl K2 bərabərdir 7, K1 vur K2 bərabərdir 10. Bu hansı ədədlərdir? 2 ilə 5. 2 ilə 5. İndi görək cavab nə olacaq? Bizə x-in də müsbəti, absisin müsbəti lazımdır. Absisin müsbəti lazımdırsa, gəlin bir dənə də buradan absis yazım. Absis nə idi? Mənfi k-nın kvadratı üstə gəl 12k çıx 32 böl 2. Bunu da həm 2-ni yoxlayaram, həm də 5-i yoxlayaram ki, görüm hansı bizə müsbət verəcək. K bərabər 2-ni yoxlasaq, mənfi 2-nin kvadratı üstə gəl 12 vur 2 çıx 32 böl 2 bərabərdir. Mənfi 2-nin kvadratı, mənfi 2-nin kvadratı bizə verəcək. Mənfi 4 üstə gəl 24 çıx 32 böl 2. Bu da eləyər mənfi 4, 24. Bizdə mənfi 12 böl 2 verər. Bu da eləyər mənfi 6. Baxıram ki, yox, bu deyil, bu mənfi oldu. Keçək k bərabər 5-ə. Əgər k bərabər 5 olarsa, x bərabərdir. Mənfi 5-in kvadratı üstə gəl 12 vur 5 çıx 32 bölünsün 2. Bu da bizə mənfi 25 üstə gəl 12 vur 5 60 çıx 32 böl 2. Bu da verəcək mənfi, deməli, müsbət 3 böl 2. Yəni 1/5. Həqiqətən də k-nın yerinə 5 qoyanda oldu cavab müsbət. Deməli, cavab neçə olacaq? K-nın 5 qiymətində. Tapdıq. 11-ci suala. 11-ci sualda deyir ki, mərkəzi o koordinat başlanğıcında olan çevrə uyğun olaraq A və B nöqtələrindən keçir. A və B üçbucağın sahəsini tapın. Deməli, birinci koordinat sistemimizi çəkək. A6 0. A6 0 olacaq burada. Deməli, 6 0 olsun burada A nöqtəm. Bir də B nöqtəm. B nöqtəm nədir? 0 mənfi 4. Y oxunun üzərində. Mənfi 4. Deməli, bu da olacaq B nöqtəm 0 mənfi 4. Buradan mənfi 4 yazım. Burada da nə oldu? 6 0. Mərkəzi O koordinat başlanğıcında olan çevrə uyğun olaraq A və B nöqtələrindən keçir. A və B üçbucağının sahəsini tapın. Olan iki çevrə. İki çevrə sözü burada var idi. Çevrə uyğun olaraq A və B nöqtələrindən keçir. A və B üçbucağının sahəsini tapın. Deməli, bizdə burada çevrə sözünü niyə verib bilmirəm. Mərkəzi o koordinat başlanğıcında olan çevrə sözü biraz lazımsızdır. Mərkəz koordinat başlanğıcındadırsa, A və B nöqtələrin veribsə, bizdən A və B üçbucağının sahəsini istəyirsə nə edərik? Buradan bir dənə belə xətt çəkərəm. Bu üçbucağın sahəsini taparam. Sahəsini tapmaq üçün O-dan bura qədər məsafə 4. Buradan bura qədər məsafə 6. Deməli, 4, 6. Yəni, 0-dan mənfi 4-ə qədər 4. 0-dan 6-ya qədər olacaq 6. Baxıram ki, sahə istəyir. Sahə də istəsə nə olacaq? 2-də 1 AB düsturu ilə. Düzbucaqlı üçbucağın sahə düsturu. 2-də 1, 6 vur 4. Eləyəcək 12. Sahəsi oldu 12. Bu qədər bəsit. Keçək 12-ci suala. AX oxuna nəzərən
nöqtəsinə simmetrik olan nöqtə x-ə nəzərən deyirsə x qalır, y əksinə dəyişir. X qalsın, y əksinə dəyişsin. -3, -5, C variantı. 10 üstə koordinat müstəvisində ABCD kvadratının təpələri verilmişdir. D təpə nöqtəsinin koordinatlarını tapın. Tapaq. Fikir versəz 12, 13 ikisi də təkrar olan suallardır. 13-də yenə koordinat sistemimi çəkərəm ki, cavabımı elə birbaşa tapım. Koordinat sistemim. Koordinat sistemimdə olsun. Nöqtələrimi qeyd edək. A -2, 3, x-i -2, y-i 3, -2 və -3 gəlib düşür bura. A nöqtəm. Getdik B nöqtəmə. Bunu qoy düz çəkim. Xətt dəyiri oxşuyur. Deməli, y oxumuz -2, 3, B 4, 3, 4, 3, B nöqtəm, A nöqtəm, C nöqtəm 4, -3, 4, -3, 4, -3 olarsa məndən D təpə nöqtəsinin koordinatını tapın deyir. Heç nə, bir dənə gəlin burada kvadratımızı çəkək, cavabımız özü çıxsın. Kvadratı çəksəm, nə olacaq? Bu nöqtəm nə idi? D nöqtəm. İndi mənə nə lazımdır? Bağışlayın, burada C nöqtəsi idi. Mən D nöqtəsinin koordinatları lazımdır. Onda mən görürəm ki, x-i -2-dir, y-də -3. Onda səbəbi nədir? Baxın, -2-dən 4-ə qədər məsafə 6. Onda burada 6, burada 6. Kvadratın bütün tərəfləri 6, 6 olar. Yəni, C-dən D-yə məsafədə 6 olmalıdır. 4-dən sol tərəfə 6 vahid geçsəm, olar x-i -2. 3-dən də 6 vahid aşağı düşsəm, y-də olar -3. Amma elə şəkil çəkməklə də çox rahat görə biləcəyimiz bir sualdır. Demək, cavab oldu -2, 3. B variantı. -2, -3. -2, -3 daha doğrusu. -2, -3, Y variantı. Üzrsən. -3, -2. 14-cü suala. A, B nöqtələri C1, 0 nöqtəsinə nəzərən simmetrik olarsa A və B-nin qiymətini tapın. Demək, simmetriyada nə idi? Biz bilirik ki, A nöqtəsinin koordinatlarını buradan yazıram. 0, A, 2, B olsun 0B, C isə bunların simmetriyasıdır. Simmetriya demişdik, hara düşür? Bunların ortasına. Bu da mənim C-im. C-min koordinatlarını verib 1, 0. Biz demişdik ki, simmetriya varsa A ilə B-nin koordinatlarının ortası düşəcək simmetriyaya. Yəni, bura olacaq x1 üstəgəl x2 bölü 2 və y1 üstəgəl y2 bölü 2. Simmetriyanın qaydası belə idi. İndi A-nın x-i olacaq. Yəni, bunun x-i olacaq A. x1 üstəgəl x2 bölü 2 nəyə bərabərdir? 1-ə. Yəni, A üstəgəl 0 bölü 2 bərabər 1-ə. Buradan məxrəcdən bir atıb çarpaz etsəm, A bərabərdir 2 olacaq. Getdik sağ tərəfə. 2 üstəgəl B bölünsün 2 bərabərdir 0-a. Yəni, bunun y ilə bunun y-in toplayıb 2-yə böldüm, bərabər oldu bunların ortasına. Bu da bizə verəcək. Demək, məxrəcdən bir atıb çarpaz eləyəndə 2 üstəgəl B bərabər 0, B də bərabər -2 olar. Cavab 2, -2. 2 və -2. Burada belə cavab yoxdur. A variantını düzəldək. Eləyək 2 və -2. 14-də A variantı. Sonra keçək 15-ci suala. Çevrəsinin radiusunu tapın. Gəlin tapaq. X kvadratı üstəgəl y-in kvadratı çıxılsın 6x üstəgəl 12y çıx 4 bərabər 0. Bunu biraz sərgiyə salsaq, bununla bunu bir qruplaşdırsam, bununla da bunu bir qruplaşdırsam, x kvadratı çıx 6x. Bizə çevrənin tənliyi üçün kvadrat mötərizələr lazım idi. Buna görə də nə edirik? Ortadakının yarısının kvadratını gəlirəm. Gəlmişəmsə də çıxmalıyam. Sonra üstəgəl y-in kvadratı üstəgəl 12y. Ortadakının yarısı eləyəcək 6. 6-nın kvadratını gəlib 10-da çıxaram. Üstəgəl, daha doğrusu çıx 4 var. Bu hissə bizə verəcək x çıx 3-ün kvadratı. Bu hissə bizə verəcək y plus 6-nın kvadratı. -9, -36, -4. Bu da bizə nə verir?
Deməli, -9, -36, -4 bizə verəcək çıx 49 bərabər 0-a. 49-u sağ tərəfə atsaq, x çıx 3-ün kvadratı üstəgəl y plus 6-nın kvadratı bərabər 49-a. 49 da burada nə dayanırdı? R kvadratı. R-in kvadratı 49-dursa, radius da 7-dir. Cavab Y variantı. 16 eyni sualdır. Bunu elə birbaşa sərgiyə salacağım. X kvadratı çıx 12x üstəgəl y-in kvadratı üstəgəl 6y çıx 4 bərabər 0-a. Yenə x kvadratı çıx 12x. 12x-in yarısının kvadratı. Yəni düstur yaradaq deyə bu formada yazacağım. Üstəgəl y kvadratı üstəgəl 6y. 6-nın yarısı 3-ün kvadratı çıx 9 çıx 4 bərabərdir 0. Bu isə bizə x çıx 6-nın kvadratını verər. Bu isə bizə y plus 3-ün kvadratını verər. -36, -9, -4 bizə verəcək çıx 49. Onu da elə birbaşa sağ tərəfə atsam. Onda elə bunun da radiusu olacaq neçə? R bərabərdir 7. Y variantı. 17-ci suala baxsaq, çevrənin tənliyi verilmişdi. Bu çevrənin OY oxunu kəsdiyi nöqtələrin koordinatlarını tapın. OY oxunu kəsirsə, OY kəsəndə demişdik ki, nə olur? X bərabərdir 0. X kvadratı üstəgəl y çıx 5-in kvadratı bərabər 144. Y-i kəsirsə, x-ə 0 qoyaram. 0-ın kvadratı üstəgəl. Bunu da düsturdan açıram. Y kvadratı çıx 10y üstəgəl 25 bərabərdir 144. Buradan y-in kvadratı çıx 10y üstəgəl 25 çıx 144 bərabərdir 0. Y-in kvadratı çıx 10y. 25-dən 144 çıxanda bizə verəcək deməli 119 bərabər 0-a. Y1 üstəgəl y2 bərabərdir 10. Y1 vur y2 bərabərdir -119. Bu hansı ədədlərdir? Y1 bərabərdir müsbət 17. Y2 bərabərdir -7. Bunların hər iki qiymətində də x sonsuz neçədir? 0. Onda cavabım olacaq nə? 17 0 və mənfi, bağışlayın. Birinci həmişə x gəlir. 0 17 və 0 -7 diqqətli olmalıyıq. Birinci x-lərim hər ikisində 0-dır. İndi deyərsiniz ki, ay müəllim, niyə bunu uzun yazdın? Qısa da yaza bilərdin. Bəli, kökü qısa da tapa bilərdim. Necə? Buradan düsturu açmasaydım, elə 0-ın kvadratı üstəgəl y çıx 5-in kvadratı bərabərdir 144 yazmaqla. Buradan da 144 nəyin kvadratıdır 12-nin? Onda y çıx 5-i bir dəfə 12-yə bərabər eləyə bilərdim. Onlarda y çıx 5 12, y bərabərdir 17. Bir dəfə də y çıx 5-i -12-yə bərabər eləməliyəm. Çünki təkcə 144 12-nin yox, həm də -12-nin kvadratıdır. Ona görə bu da eləyir -12 üstəgəl 5, y bərabərdir -7. Uşaqlar əsasən bunu unudur deyə mən burada bu üsulu, birinci üsulu tətbiq edirəm. Nəinki bu üsulu, ikinci üsulu. Baxmayaraq ki, birinci üsul biraz uzundur. Cavabı burada qeyd edəcək 0,17 və 0-7. Baxaq 18-ci suala. 18-də deyir tənliyi ilə verilən çevrənin diametrini tapın. Diametr üçün bizə nə lazımdır? Radius. Biz də bilirik ki, çevrənin tənliyində burada radiusun kvadratı durur. Radiusun kvadratı durduğuna görə r kvadratı bərabərdir 49 olarsa, radius da bərabər 7 olar. Radius 7 isə diametrdə olacaq 2 dənə radius, yəni 2 vur 7, 14. Tapdıq. Baxaq 19-a. Mərkəzi 1,5 və A-3,4 nöqtələrindən keçən çevrənin tənliyini tapın. Gəlin tapaq. Deməli, çevrənin tənliyi necə yazılırdı? Mərkəzi AB nöqtəsi olan çevrənin tənliyi x çıx A-nın kvadratı üstəgəl y çıx B-nin kvadratı bərabər r kvadratı formasında yazılırdı. Yəni, burada mərkəzin biz nə edəcəyik? 1,5-dirsə çıxı ilə qoyacaq. X çıx 1, y çıx 5 kimi, əksi ilə. X çıx 1-in kvadratı üstəgəl y çıx 5-in kvadratı bərabərdir r kvadratı olacaq. Onsuz bütün variantlar budur. Üstəgəl y çıx 5-in kvadratı bərabərdir r kvadratı. Düzdür, variantlarda məsələn burada s ilə də eynidir. Birinə bir plus ataq. -4 nöqtələrindən keçən çevrənin tənliyi. Hansı nöqtədən də keçirsə əgər, həmin keçən nöqtəni x-in, y-in yerinə qoyursunuz. Mərkəzi aparıb burada yazdıq. Çevrənin tənliyi hazırdır. -4 nöqtəsindən keçdiyinə görə də -4-ü yerinə qoyaq. X-in yerinə -3 qoysam, -3 çıx
1-in kvadratı üstə gəl y-in yerinə də 4 qoysam 4 çıx 5-in kvadratı bərabər r kvadratı olacaq. Mənfi 3 çıx mənfi 1, mənfi 4-ün kvadratı üstə gəl mənfi 1-in kvadratı r kvadratı. 16 üstə gəl 1 r kvadratıdırsa radiusun kvadratı da olacaq 17. Yəni çevrəmin tənliyi hansı formada olacaq? X çıx 1-in kvadratı üstə gəl y çıx 5-in kvadratı bərabərdir 17. X çıx 1-in kvadratı, y çıx 5-in kvadratı 17. A variantı. 20-ci suala 20-də deyir ki, mərkəzləri 1-5 və 1-7 nöqtələrindən keçən çevrənin tənliyini yazın. 19 ilə eyni sualdır. Bir dənə baxsaq, deməli 1-5, 1-7. Biz dedik ki, x çıx a-nın kvadratı üstəyəl y çıx b-nin kvadratı bərabər r kvadratı formasında olur çevrənin tənliyi. A ilə B nədir? Çevrənin mərkəzi. X çıx 1-in kvadratı üstəcə y çıx 5-in kvadratı bərabərdir r kvadratına. Burada da nə edirik? Aparıb bunları yerinə qoyuruq. X-i y-i yerinə qoyuruq. 1B, 1-7-ni yerinə qoysaq, 1 çıx 1-in kvadratı üstəcə 7 çıx 5-in kvadratı bərabərdir r kvadratına. Bu bizə 0 verir. Üstəcə 7 çıx 5 2-nin kvadratı r kvadratıdırsa, radiusda elə bizə onsuz r kvadratı lazımdır. R kvadratı bərabər 4. Çevrənin tənliyi də olacaq. X çıx 1-in kvadratı üstəyər y çıx 5-in kvadratı bərabər r kvadratına, yəni 4-ə. Cavab B. Keçək 20-dən sonra 21-ci suala. Çevrənin diametrinin uc nöqtələrinin koordinatları olarsa çevrənin tənliyini yazın. Gəlin istəyirsiniz birinci lap çevrəmizi də çəkək. 21-də. Baxın, deyir ki, olsun bu mənim çevrəm. Bir dənə də diametr çəkirəm. Bu da mənim diametrim. Diametrimin uc nöqtələri A-dır. A, mənfi 4, mənfi 1. Buradan yazım A, mənfi 4, mənfi 1 və burada B yazaq. B, 4, 5. Olarsa çevrənin tənliyini yazın. Bizə çevrənin tənliyi üçün nə lazımdır? Çevrənin birinci mərkəzi. Gəlin mərkəzini tapaq. Bu çevrənin mərkəzini tapsam, necə taparam bu çevrənin mərkəzini? Demişdik, A mənfi 4, mənfi 1, B 4, 5-dirsə, bunun ortasını tapmaq üçün x-i taparam. Necə? Mənfi 4 üstə gəl 4 bölü 2, 0. Mərkəzin x koordinatı 0 eləyər. Y də ortasını tapmaq üçün yazaram. Mənfi 1 üstə gəl 5 bölü 2. Mənfi 1 üstə gəl 5, 4 bölü 2 eləyəcək 2. Deməli, çevrənin mərkəzini tapdım. Çevrənin mərkəzinin koordinatları 0,2-dir. Çevrənin tənliyi də yazılır. X çıx a-nın kvadratı üstəyər y çıx b-nin kvadratı bərabərdir r kvadratı formasında. Buradan da mən aparıb 0,2-nin yerinə qoyaram. X çıx 0-ın kvadratı üstə gəl y çıx 2-nin kvadratı bərabər r kvadratına. Onsuz x çıx 0-ın kvadratı nədir? Olacaq x-in kvadratı. Üstəyə y çıx 2-nin kvadratı r kvadratıdır. A variantı, C variantı, D variantı getdi, qaldı B-yə. Və mən bu çevrənin radiusunu necə taparam? Radiusunu tapmaq üçün də ya A-nı, ya da B-ni yerinə qoyaram. 4-5-i yerinə qoyaram. Gəlin yerinə qoyaq ikisindən birini. Onsuz ikisini də qoysaq eyni cavab olar, amma gəlin ikisindən birini qoyaq. Mən B-ni daha rahat görürəm. 4-ün kvadratı üstə gəl. Y-in də yerinə qoyaram. 5 çıx 2-nin kvadratı bərabərdir r kvadratına. 4-ün kvadratı 16 üstəyəl 5 çıx 2-nin kvadratı, yəni 3-ün kvadratı olacaq r kvadratı. R kvadratı bərabərdir 25. Deməli, cavab nə olacaq? Y variantı. X kvadratı üstəyəl y çıx 2-nin kvadratı bərabərdir r kvadratı. R kvadratı da 25 idi. 22-ci sual da bunun eynisidir. Diametrin uc nöqtələri 5, -3 və -3, 3 olarsa bu çevrənin tənliyini yazın. Yenə mənim bir çevrəm olsun. Tutaq ki, burada bir çevrəm var. Bir dənə diametrim olsun. Diametrin uc nöqtələri də nədir? Deməli, bir koordinatı 5 ilə -3, digər koordinatı isə -3, 3-dür. Düzdür? Biz də çevrənin mərkəzini tapmaq üçün nə edəcəyik? Çevrənin mərkəzini tapmaq üçün bunları toplayıb 2-yə bölərəm. Ki, çevrənin mərkəzi çıxsın. Baxıram, x olacaq 5 üstə gəl -3 bölü 2. 5 üstə gəl -3, yəni 2 bölü 2 1 verəcək. Y isə olacaq -3 üstə gəl 3 bölü 2, yəni -3 üstə gəl 3, 0 bölü 2, yəni 0. Mərkəzin koordinatlarını tapdıq nə? 1, 0. Mərkəzi 1, 0 olan çevrənin tənliyini yazaq. Biz də çevrənin tənliyini necə yazırdıq?
22-ci sualı buradan yazım. Deməli, çevrənin tənliyi x çıxı a-nın kvadratı üstəgəl y çıxı b-nin kvadratı bərabərdir r kvadratı. Mərkəzimiz 1, 0-dırsa x çıxı 1-in kvadratı üstəgəl y çıxı 0-ın kvadratı ilə nə verir? Y-in kvadratı bərabər r kvadratına. Əlimdə 2 dənə nöqtə var. 5, -3 və -3, 3. İndi bunlardan da, yəni çevrənin üstündə olan 2 nöqtəm var. Bunlardan da birin yerinə qoyub radiusu taparam. İkisini də qoya bilərəm. Yəni ikisini də qoysam eyni cavab ola bilər, amma birini qoysaq cavabı tapırıq kifayətdir. Məsələn, a-nı yerinə qoysaq olacaq nə? A-nın x-i 5, y-i -3, 5 çıx 1-in kvadratı üstəgəl y nədir? -3. -3-ün kvadratı bərabər r kvadratına. Buradan da 4-ün kvadratı üstəgəl -3-ün kvadratı 9 bərabər r kvadratına. 4-ün kvadratı 16 üstünə 9. R kvadratı bərabər 25 olar. Bizə də elə bu lazımdır. R kvadratı. Deməli, cavab olacaq x çıxı 1-in kvadratı üstəgəl y-in kvadratı bərabər r kvadratı. Yəni 25. Variantlarda düzəliş edeyim. Deməli, x çıxı 1-in kvadratı üstəgəl y-in kvadratı. Bu hissəni düzəldirəm. Y-in kvadratı bərabərdir 25. C variantı. Baxaq 23-cü suala. Çevrənin ən uzaq 2 nöqtəsinin koordinatları 3, -2, b, -5, 4 olarsa bu çevrənin tənliyini yazın. Və bu da bayaqdan yazdığımız sualların əslində təkrarıdır. Prosta fərqli formada verə bilər. Ən uzaq 2 nöqtə. Çevrənin ən uzaq 2 nöqtəsini elə nədir? Diametrin üzərində olan nöqtələri. Baxın, bu mənim çevrəm. Ən uzaq bu nöqtəni götürdüm, tutaq ki, A nöqtəsi. Koordinatı nədir? 3, -2. Buna ən uzaq nöqtə axtarsam, o da olacaq diametrin o birisi ucu. B, -5, 4. Yenə bu sualda da nə edərəm? Bu çevrənin tənliyini yazın. Gəlin yazaq. Çevrənin tənliyini yazmaq üçün bizə nə lazımdır? Çevrənin ortası. Gəlin çevrənin ortasını tapaq. Çevrənin ortası tapmaq üçün x olacaq bunların cəminin yarısı. x1 3-dür, x2 -5-dir. 3 üstəgəl -5 böl 2, yəni -2 böl 2, yəni -1. Y-ni tapsaq, y1-i -2, y2-si 4-dür. Bu da bizə verəcək -2 üstəgəl 4 böl 2, yəni 2 böl 2, yəni 1. Çevrənin mərkəzin koordinatlarını tapdıq -1 və 2. Çevrənin tənliyi də dedik hansı formadadır? X çıx a-nın kvadratı üstəgəl y çıx b-nin kvadratı bərabərdir r kvadratı. X çıx -1. Yəni buradakı nəticəsini qoyacağıq da. X çıx -1 bizə nə verəcək? Çıx -1 bizə verəcək x üstəgəl 1-in kvadratı üstəgəl y çıx 2-nin kvadratı bərabərdir r kvadratına. Burada da 2 dənə nöqtəm var yenə. 3 -2, -5, 4. İkisini də qoysam eyni qiymət alar. İkisindən birini qoyuram. Məsələn, tutaq ki, bu dəfə də elə b-ni qoyaq. B-ni gətirib yerinə qoysaq. X-in yerinə -5, -5 plus 1-in kvadratı üstəgəl y-in yerinə də 4-ü qoysam 4 çıx 2-nin kvadratı bərabərdir r kvadratına. Bu da bizə nə verəcək? -5 plus 1, -4-ün kvadratı üstəgəl 4 çıx 2, 2-nin kvadratı bərabər r kvadratına. -4-ün kvadratı 16 üstəgəl 2-nin kvadratı 4 bərabərdir r kvadratına. Deməli, r kvadratını tapdıq 20. Çevrənin tənliyi də hansı formadaydı? X üstəgəl 1-in kvadratı üstəgəl y çıx 2-nin kvadratı bərabər radiusun kvadratına. Radiusun kvadratı da elə 20 idi. Cavab olacaq x üstəgəl 1-in kvadratı üstəgəl y çıx 2-nin kvadratı bərabərdir 20. Bu qədər. Bu bölmənin suallarından da bu qədər. Düzdür, bəzi xətalar var bu videoda, videoda deməyək. Yəni suallarda bəzi xətalar var. Onları düzəldib Telegrama təzədən yükləyəcəm. Sualları maksimum diqqətlə işləyin. Videonu bəyənib kanala abunə olmağı da unutmayın. Sağ olun, hamınıza uğurlar.